Sağlamlıq neməti o qədər mühüm bir nemətdir ki, deyirlər hətta 1000 aydan üstün olan Qədr gecələrində Peyğəmbərə sual veriblər sallallahu aleyhi və səlləm. Bir nəfər deyir ki, in ədrəktu leylətəl qadri fəmə əsəlu Rabbi. Ya Peyğəmbər, mən əgər Qədr gecəsinə çatsam, o vaxta qədər sağ qalsam, Rəbbimdən nə istəyim? Qalə əl-afiyə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, afiyə. Müstədəkül vəsaidə gəlib bu rivayət. Afiyə, yəni sağlamlıq. Bir mənada bəlalardan amanla qalmaq da qeyd olunur ki, sağlamlığı da bir bəla təqribən xəstəliyi də bir bəla hesab etmək olar. Yəni Allahdan sağlamlıq dilə. Çünki insan sağlam olsa, dünyavi işlərində dalıca gedə bilir. Yəni o dünyavi işlər ki, axirətində xeyirlidir. Məsələn, ailə üçün ruzu qazanmaq və sair işlər. O işlərində ardıca gedə bilir, ibadət də eləyə bilir, dərs oxuya bilir. Amma sağlam olmadığı halda bütün bu fəaliyyətdən demək olar ki, qalır. Elə mübarək Ramazan ayı gündəlik dualarında da oxuyuruq ki, Allahummə şfi kullə mərid. Allahım bütün mərizlərə, xəstələrə şifa ver, ilahi amin. Sağlamsansa, həm şükrünü elə, bunu sağlamlıq nemətinə görə, bir nemətdə Allaha şükür elə. Həm də bundan əlavə sağlamlığın qədrini bil. Allah bunu sənə əta edib, nemətdir. Nə çox insanlar var ki, sağlam deyirlər. Bir ibrətamiz hadisə var. Deyir ki, gecə saat hardasa 12-1 olardı. Birdən deyir, ağrı tutdu məni. Bərk bir ağrı, bədənim ağrıdı. Deyir, təzə köçdüyümüz evin yaxınlığında bir xəstəxana vardı. Yekə bir xəstəxana idi, böyük bir xəstəxana idi. Heç vaxtda deyir, ora yolum düşməmişdi. Deyir, bir gün gecə nədənsə bədənim bərk ağrıdı. Çıxdım, dedim ki, gedim görüm o xəstəxanada bəlkə bir həkim taparam gecə olsa belə. Bəlkə bir dava dərman eləyərlər. Deyir, elə yola çıxmışdım, xəstəxanaya çatmamış bu ağrım keçdi, getdi. Nə hikmət idisə öz-özünə keçdi, getdi. Amma dedim ki, birdən qayıdaram, yenidən ağrı gələr. Elə gəlmişkən qoy gedim xəstəxanaya və özümü həkimə göstərim. Və deyir ki, xəstəxanaya girdim, gecə idi, adam az idi, qabağıma heç kim çıxmadı. Bilmirdim hara yaxınlaşıb hansı otağa gedim. Deyir, elə koridorda gəzəndə, dəhlizdə gördüm bir qapı, otağın bir qapısı bir qədər açıldı. Deyir, əlimlə qapını araladım, dedim görüm bir həkimdən zaddan kim var. Gördüm ki, böyük bir palatadır. İçində də yataqlar var, kravatlar var. İçəri girdim, gördüm ki, orada xəstələr ağrıyırlar, qışqır-bağır salıblar, narahatdılar. Gördüm ki, bura deyil də, yəni gəlmək istədiyim yer bura deyil. Çıxdım oradan, nəsə tapa bilmədim kimisə. Qaydanda çıxdım xəstəxanadan çıxdım artıq həyətindən bayıra çıxdım. Baxdım, gördüm ki, burada həyat davam edir də, yəni kimisə yolla gedir, kimisə maşın sürür, kimisə evindədir, məsələn, işığı yanır, öz sağlamlığındadır. Dedim, ilahi şükür sənə. Bəlkə də bu Allahın bir lütfu idi ki, məni bura yolladı bir balaca ağrıyla. Ki, gəlim, görüm bu insanları və öz sağlamlığıma görə Allaha şükür eləyim.